Keçən gün mən bütün izləyicilərimdən istədim ki, bizim komandanın işinin keyfiyyətini dəyərləndirsinlər. Və burada tamamilə şəffaf şəkildə komandamızın işi haqqında nələr yazmışdınız onları qoymaq istəyirəm. Yüzlərlə rəy gəldi və hər bir rəy pozitiv yöndədir. Heç bir şikayət yoxdur. Hər kəs operativliyimizdən və işimizin keyfiyyətindən çox razıdır. Davamlı sizlərin məmnuniyyətinizi qazanmaq, sizləri xoşbəxt etmək və sizləri yüksək nəticələrə çatdırmaq mənim ən böyük həyat missiyalarımdan biridir. Nə gözəl ki, sizlər də işimizin keyfiyyətini, operativliyimizi və əlbəttə ki, məhsullarımızın yüksək standartını görə bilirsiniz. Mən çox gənc yaşımda öz işlərimi qurmuşam, 2 böyük layihə idarə eləyirəm və hal-hazırda işlərimizin keyfiyyəti çox yüksək olduğu üçün keyfiyyət standartına belə layiq görülmüşük və bunu tezliklə sizinlə paylaşacağam. Bundan əlavə Asiya Rövşən Akademi olaraq bizə xarici şirkətlər də davamlı akkreditasiya verməkdən çəkinmir. Və əlbəttə ki, bütün bunlar boş söz yığını deyil. Biz həqiqətən də yaxşı gəlirlər qazana bilən layihələr çıxarırıq. İstər satış prosesinə, istər əməliyyatlar sisteminə, istər keyfiyyət departamentinə, hər birinə diqqətlə nəzarət etməkdən heç zaman yorulmuram. Və əlbəttə ki, kontentimizin kreativliyi və keyfiyyətinə nəzarət etmək də öz yerində. Bəs bütün bunları siz necə bacara bilərsiniz? Necə eləmək olar ki, həm özünüz uğurlu olasınız, həm yaxşı gəlirlər qazanasınız, həm də şirkətiniz prestijli bir səviyyəyə gəlib çatsın. Yəni müştərilər özləri sizə ödəniş etməyə hazır olsunlar. Bax, bütün bunlar üzərində istəyirəm sizinlə bərabər çalışaq. İlk dəfə mən sadəcə aranızdan 30 nəfər iş adamını seçəcəyəm və sizinlə ortaq alanda bir klub adı altında, yəni biz klub adı altında bizlər çalışacağıq. Məqsədimiz isə əlbəttə satışları artırmaq, gəlirləri artırmaq, işimizin keyfiyyətini artırmaq və gözəl işlər görməkdir. Əgər sizin də məqsədləriniz mənimkilərlə üst-üstə düşür və işlərinizi böyütmək istəyirsinizsə, aşağıda biznes sözünü yazaraq seçimdə iştirak eləyə bilərsiniz.